Salam uşaqlar. Bu gün sizinlə 4-cü bölmədən, deməli 8-ci sinif biologiya dərsliyində 4-cü bölmə 3-cü mövzunun izahına başlayırıq. 3-cü mövzumuz tənəffüs hərəkətləri və qazlar mübadiləsidir. Deməli burada bizdə döş qəfəsinin rentgen şəkli verilmişdir və bizə bir neçə suallar verilib. Döş qəfəsində yerləşən bütün orqanlar nəfəs alma, nəfəs vermə prosesində iştirak edirmi? Bilirik ki, döş qəfəsində yerləşir ürək. Bax burada ürəyin konturu görünür. Daha sonra nəfəs borusu var. Təbii ki, ağciyərlər var və eyni zamanda qida borusu da buradan keçir. Demək ki, qida borusu deyək ki, nəfəs almada iştirak etmir, nəfəs vermədə iştirak etmir. Ürək nəfəs alma, nəfəs vermədə iştirak etmir. İdmanla məşğul olan insan ağciyərləri daha çox hava qəbul edir. Fikri nə qədər doğrudur? Əlbəttə, idmanla məşğul olan insanların ağciyərlərin hava tutumu daha çox olur, çünki onların qabırğarası əzələləri və diafraqma əzələləri daha yaxşı inkişaf etmiş olur. Tənəffüs hərəkətləri sayəsində oksigen qazı qəbul, karbon qazını isə xaric edirik. Bir-birini əvəz edən nəfəs alma, nəfəs vermə zamanı ağciyərlərin ventilyasiyası, yəni qazlar mübadiləsi baş verir. Demək, bir tənəffüs hərəkəti iki tənəffüs aktından ibarətdir. Birinci, nəfəs almadan və nəfəs vermə aktından ibarətdir. Və bu zaman ağciyərlər təmizlənir, ventilyasiya edir və nəticədə içəridə qazlar mübadiləsi getmiş olur. Ağciyərlərin yumşaq və elastiki olması bu prosesin baş verməsini asanlaşdırır və ağciyərlər döş qəfəsi ilə xarici təsirlərdən təbii ki, qoruyur. Döş qəfəsinin sümüklərimiz ağciyərləri qoruyur o yumşaq və elastik olmasına görə. Ağciyərlərin hava tutumunu ölçmək üçün burada bir təcrübə göstərilibdir. Balon tam ağzına kimi su ilə doldurulur. Daha sonra burada balonun üzərində deməli cizgilər atılır. Daha sonra ağzı aşağı şəkildə içində su dolu vəziyyətdə onu suyun altına yerləşdirilir. Su dolu qabın içinə yerləşdirilir və ora rezin boru taxırlar. Sonra hər kəs bir sakit vəziyyətdə nəfəs alıb, sonra rezin boruda üfürür və bu zaman üfürən zaman içəridən müəyyən miqdarda su xaric olunur və sonradan isə plastik su qabındakı suyun həcmini deməli menzurka ilə ölçürlər ki, görək burada nə qədər su azaldı, burada nə qədər su artımı oldu və bundan sonra dərindən nəfəs alıb bir də üfürdükdə təbii ki, daha çox, deyək ki, əvvəlcə bu qədər su aşağı düşmüşdüsə, indi daha çox su miqdarı aşağı düşmüş olacaq. Dərindən nəfəs aldıqda. Deməli, iki fəaliyyət arasında nə müşahidə etdik? İlk fəaliyyət nəfəs vermə, alma, sakit nəfəs vəziyyətdə nəfəs aldıqdan sonra üfürdükdə az miqdarda aşağı enmişdir. Dərindən nəfəs aldıqdan sonra isə daha çox aşağı endiyini müşahidə etmiş oluruq. Ağciyərlərimizin hava tutumunu artıra bilərikmi? Əlbəttə artıra bilərik. Biz bunu idman hərəkətləri etməklə ağciyərlərin həyat tutumunu artırmış olarıq. Necə nəfəs alırıq? Nəfəs alma və nəfəs vermə zamanı döş qəfəsinin hərəkətini biz müşahidə etmiş oluruq. Baxın, burada bizə döş qəfəsinin yığılıb açılması, belə deyək, əzələlərin yığılıb açılmasına əsasən döş qəfəsinin daralması və genişlənməsi bizə göstərilmişdir. Deməli, bu zaman döş qəfəsinin hərəkətini biz döş qəfəsinin deməli, nəfəs alıb verdikdə müşahidə edirik və bu zaman ağciyərlərimizə təbii ki, hava daxil olur, daha sonra isə hava xaric olur. Və burada bizə Donders modeli verilmişdir. Bax, bu modelin adı Donders modelidir və tənəffüs hərəkətləri göstərilmişdir. İlk olaraq biz nəfəs alma zamanı nə baş verir? Bax, bu hissədə, bax, bu yumru-yumru göstərilən əslində bizim qabırğalarımızı göstərmiş olur və onların arasında da əzələlər. Nəfəs alma zamanı qabırğa arasındakı əzələlər yığılır. Eyni zamanda diafraqma əzələləri yığılır. Yığıldığına görə, bax, sanki bu rezin diafraqmadır, yığıldığına görə döş qəfəsi genişlənir və genişlənmiş döş qəfəsinin içində təzyiq aşağı düşür və nəticədə ağciyərlərə hava daxil olur.
Nəfəs vermə zamanı isə bunun tərsinə olur. Bu zaman qabırğarası əzələlərdə və diafraqm əzələlərdə boşalır. Nəticədə döş qəfəsi sıxılır və bu zaman döş boşluğunda təzyiq artır. İçəridə təzyiq çox, çöldə təzyiq az olduğuna görə qazlar təzyiqin çox olduğu yerdən təzyiqin az olduğu yerə doğru hərəkət edir və ağciyərlərdən hava xaric olur. Nəfəs alan zaman bizim ağciyərlərimizdə qazlar mübadiləsi gedir. Alveollara hava daxil olur və qazlar mübadiləsi getmiş olur. Məsələn, buradakı biz şəkildə də nəfəs alma və nəfəs vermə hərəkətlərində qabırğaların necə, nə şəkildə deməli arası əzələlər böyük belə deyək yığıldıqda döş qəfəsinin genişlənməsini, qabırğarası əzələlər boşaldıqda döş qəfəsinin isə daralmasını müşahidə edirik. Eyni zamanda baxın bu nərdivana belə deyək oxşar bir şəkildir, bir cihazdır, qurğudur. Biz nəfəs alan zaman bu belə tam düz vəziyyətdə qalır. Ona görə də yəni normal belə deyək ki, vəziyyətində olur. Amma nəfəs vermə zamanı isə həmin o qabırğarası əzələləri burada sanki göstərmiş oluruq. Nə olur? Aşağı düşür, belə deyək də, boşaldığına görə döş sümüyü də aşağı düşür və nəticədə belə deyək, həcmi kiçilir. Baxın, nəfəs alanda döş qəfəsi yuxarıya doğru qalxır, nəfəs verəndə döş qəfəsi aşağı düşür. Bunu özümüzdə də biz nəfəs alıb verdikdə müşahidə etmiş olarıq. Plevra pərdəsinin, plevra pərdəsi bilirik ki, ağciyərlərin üzərini daxili plevra, döş qəfəsinin daxili səthini, divarını isə xarici plevra qatı örtür. Bu zədələndikdə və yaxud da deşildikdə nəfəs alma, nəfəs vermə hərəkəti necə təsir edər? Əlbəttə ki, biz bunu əvvəlki dərsimizdən bildik ki, pnevmotoraks zamanı həmin o deməli hansı bir qəza falan olan zaman bu zaman plevra boşluğuna hava keçir, plevra pərdəsi deşildiyinə görə və nəticədə ağciyər genişlənib darala bilmir. Çünki ağciyər özü özlüyündə genişlənib və yaxud da sıxılmır. Ağciyəri sıxıb genişləndirən ətrafda olan əzələlərdir. Bir qabırğarası əzələlərdir. Bir də baxın burada olan diafraqm əzələlərdir. Yəni bunların sayəsində ağciyər özü açılıb genişlənir. Yəni özü açılıb genişlənmir, daha doğrusu həmin əzələlər də onu genişləndirib sıxan. Bu əzələlər olmasa, yəni onlar da pərdə də cırıldıqda, təbii ki, deşildikdə, zədələndikdə nəticədə ora hava daxil olur. Ona görə də həmin o əzələlər sanki ağciyərləri özündən darta bilmir və darta bilmədiyinə görə də ağciyərlər büzüşmüş şəkildə olur. Ağciyərlərə hava daxil olur, bilirik ki, nəfəs aldıqda aldığımız hava atmosfer havasıdır təbii ki. Atmosfer havasının tərkibində 21% oksigen, 78% azot, 0,3% isə karbon qazı var. Nəfəs verdiyimiz havada isə, indi bunu belə bir yerə qeyd edeyim. Demək, buradan yazacağam. Nəfəs aldığımız havanın tərkibində 21% oksigen oldu. 78% azot var və 0,3% karbon qazı var. Təbii ki, eyni zamanda da 1% təsirsiz qazlar var. Nəfəs verdiyimiz havanın tərkibində isə, burada yazırıq, nəfəs verdiyimiz havanın tərkibində oksigen 16%, baxın 21%-dən düşdü, 16% oldu. Demək, 5% arada getdi. Hara getdi? Təbii ki, 5% nəfəs alma zamanı alveollardan qana keçdi və yaxud da oksigen mübadilə prosesində iştirak etdi. 5% oksigen nəfəs alma zamanı mübadilədə iştirak etdi. Deməli, qana keçdi. 5% oksigen qana keçir. 4% karbon qazının miqdarı 4% oldu. Baxın, əvvəl 0,3% idi, qalxdı oldu 4%. Bu oldu 4%. Demək artdı. Hardan artdı? Qanda olan o karbon qazı keçdi nəfəs verdiyimiz havanın tərkibinə. Azotun miqdarı isə dəyişməz olaraq qaldı. Eyni ilə azot 78% olduğu kimi qaldı. Heç bir dəyişikliyə uğramır. Həmçinin aldığımız və verdiyimiz havanın tərkibində dedik ki, 1% də digər qazlar var və su buxarı var. Təbii ki, nəfəs verdiyimiz havanın tərkibində su buxarının miqdarı daha çoxdur. Nəfəs alma vermə zamanı oksigen və karbon qazının mübadiləsi ağciyərlərdə bilavasitə alveollarda baş verir. Çünki alveolların divarlarında dedik ki, kapilyarlar var. Oksigen keçir kapilyarlara, kapilyardakı karbon qazı isə deməli keçir bu nəfəs verdiyimiz havanın tərkibinə.
Alveolların ətrafında sıx qan kapillyarları bu qovuqçuğu tam belə əhatə etmiş olur. Hər bir ağciyərdə, hər birində 300 milyondan çox alveol olur. Deməli, cəmi bir yerdə 600 milyondan çox alveol var. Hər iki ağciyərimizdə və bu alveolların divarları da bir qatlı epitelidən təşkil olunmuşdur. Təbii ki, kapillyarların da divarı bir qatlı epitelidir. Bu da bir qatlı epitelidir. Hər ikisi bir qatlı, bax, bu da bir qatlıdır, bu da bir qatlıdır. Bir qatlı epiteli olduğuna görə, epiteli hüceyrələrinin hesabına bu şəkildə olduğuna görə qazlar mübadiləsi gedə bilər. Deməli, buradakı olan hava ilə burada olan qan arasında iki epiteli qatı görmüş olur. Eyni zamanda alveollarda olan bu epiteli qatının hesabına, bu bir qatlı epiteli qatının hüceyrələrin hesabına bioloji fəal maddələr ifraz olunur ki, həmin o bioloji fəal maddələr alveolun daxili örtüyünü, bax bu hissəsini daima səthini örtür və bu örtük təbəqəsi qovuqçuqları daima belə deyək, eyni həcmdə saxlamağa xidmət edir. Və həmçinin də qovuqçuqlara daxil olan mikroorqanizmləri zərərsizləşdirir. Bax bu maye sanki ifraz etdiyi bioloji fəal maddə həm bu qovuqçuğu yapışmağa qoymur, onu bərabər miqdarda saxlamağa xidmət edir, eyni ölçüdə saxlamağa. Həmçinin də ora mikroorqanizmləri, düşmüş mikrobları zərərsizləşdirir. Alveollarda da həmişə təbii ki, müəyyən miqdarda hava olmalıdır. Çünki nə qədər havanı xaricə versək belə, içəridə müəyyən miqdar hava qalmalıdır ki, alveollar sıxılmasın, büzüşməsin. Və alveollara daxil olan oksigen təbii ki, diffuziya yolu ilə qandakı kapillyarlara keçir və orada olan hemoqlobinlə, bax buradan keçən hemoqlobinlə birləşir. Və hemoqlobinlə birləşdikdə eritrositin tərkibində olan hemoqlobinlə birləşir və üzərinə oksigen gəlirik və əmələ gəlir oksihemoqlobin şəklində gəlir toxumalara və deməli o hüceyrələrə aparılır, daşınır. Amma digər tərəfdən də biz bilirik ki, eritrositlər hemoqlobini və oksigeni birləşdirirdi. Karbon qazının da az bir hissəsini eritrosit özünə birləşdirdi. Digər deməli belə deyək ki, karbon qazının daha çox hissəsini isə qan plazmasında daşınır. Yəni belə deyək ki, hüceyrələrdə əmələ gələn karbon qazının bir hissəsi hemoqlobinlə birləşir alveollara gələndə. Amma əsas digər hissəsi bikarbonat ionu şəklində qan plazması ilə hərəkət edir. Deməli, burada karbon, CO2 əslində iondur, bikarbonat ionu şəklində qan plazmasında hərəkət edir. Deməli, biz karbon qazı nə ilə daşınır deyəndə bir deyirik hemoqlobinlə daşınır az bir hissəsi, bir də daşınır plazma vasitəsilə daşınmış olur. Gəlir alveollara keçir karbon qazı difuziya yolu ilə və nəticədə də bədəndən xaric olunmuş olur. Bir insan, ümumiyyətlə uşaqlar, orta yaşlı insanın ağciyərlərinin ümumi tutumu 4-6 litrdir. 4000 və yaxud da 6000 kub santimetr. Ondan belə çıxır ki, 1 litr bərabərdir 1000 kub santimetr. Bunu bilirik. Demək ki, 4 litr və yaxud da 4000 kub santimetr. Təbii ki, bu nədən asılıdır? Bu insanın cinsindən, qadın kişi olmasından, yaşından, bədən quruluşundan, sağlamlığından asılı olaraq dəyişir. Və insan sakit halda nəfəs alan zaman onun nəfəs aldığı havanın miqdarı, buna biz tənəffüs havası deyəcəyik. Tənəffüs havasının həcmi 500 kub santimetrdir. Deyək ki, normal nəfəs alırıq. Bu zaman 500 kub santimetr nəfəs aldıqda hava keçir alveollara. Bəs nə qədər oksigen keçir bir tənəffüs hərəkətində? Alveola nə qədər oksigen keçir? 500-ün 21%, yəni 105 kub santimetr oksigen alveola keçir. Karbon qazını hesablamağa ehtiyac yoxdur. Nəfəs verdiyimiz havada normal tənəffüs havamız yenə də 500 alırıq, 500 veririk. Verdiyimiz havanın kub santimetr tərkibində nə qədər oksigen olur? 500-ün 16%, yəni 80 kub santimetr oksigen olur. Bəs nə qədər karbon olur nəfəs verdiyimiz havanın 4%, yəni 500-ün 4% eləyir 20 kub santimetr. Bəs yaxşı, aldığımız havanın tərkibində 105 idi oksigenin miqdarı.
Verdiyimiz havada 80 idi. Nə qədəri qana keçdi? 500-ün 5%, və yaxud da 105-dən 80 çıxırıb 25 kub santimetr oksigen qana keçmiş olur. Baxın, belə məsələlər olur. Məsələn, deyir ki, 5 tənəffüs hərəkəti zamanı qana nə qədər oksigen keçib? Bildik ki, 1 tənəffüs hərəkəti zamanı qana 25 kub santimetr oksigen keçib, 5 tənəffüs hərəkəti zamanı da x. 1 tənəffüs hərəkətində 25 oldu, 5-də də x-dir. Buradan da x bərabərdir, 5-i vururuq 25 kub santimetrə. Və yaxud da deyə bilər ki, 5 tənəffüs hərəkəti zamanı nə qədər karbon qazı xaric olunur? Bir tənəffüsdə 20 kub santimetr xaric olunur, 5 tənəffüsdə də x. Və yaxud da əksinə verə bilər. Deyə bilər ki, 100 kub santimetr karbon qazı, belə deyə bilər, 100 kub santimetr karbon qazı neçə tənəffüs hərəkətində xaric olunmuşdur? Bir tənəffüs hərəkətində 20 kub santimetr karbon qazı xaric olunur, 100 kub santimetr isə X tənəffüs hərəkətində, bu da 100-ü bölürük 20-yə, yəni 5 tənəffüs hərəkəti etmiş olur. Baxın, bu şəkildə məsələlər qarşımıza çıxa bilər. Demək, tənəffüs havasından danışdıq. Tənəffüs havası dediyimiz normal, sakit halda nəfəs alıb verdiyimiz havadır. Baxın, buradan bax, bu sahə 500 kub santimetri göstərir. Bax, TH yazılan tənəffüs havasıdır. Yəni, bura bunun qarşısına yazaq. Və yaxud da bura yazaq belə. 500 kub santimetr tutmuş olur. Və yaxud da buradan belə baxsaq, təxminən hesablasaq, uşaqlar, deyək ki, bura 2200-dür, burada olar 2700, 2700-dən 2200-ə çıxsaq 500 qalacaq. Deməli, bu tənəffüs havası olacaq nə qədər? Tənəffüs havası oldu 500 kub santimetr. Daha sonra bundan əlavə, əgər biz tənəffüs havasından əlavə dərindən nəfəs alırıqsa, dərindən nəfəs alma zamanı tənəffüs havasından əlavə, baxın, dərindən nəfəs alırıqsa, tənəffüs havasıdır. Bundan əlavə, havasından əlavə hava qəbul edirik. Dərindən nəfəs alma zamanı tənəffüs havasından əlavə hava qəbul olunur. Əlavə havanın həcmi isə 3000 kub santimetrdir. Baxın, buradan təxminən bura qədər olacaq 3000. Deməli, əlavə hava 3000 kub santimetrdir. O zaman bizə desə ki, dərindən nəfəs alan zaman nə qədər hava daxil olmuş olur? Tənəffüs havasının üzərinə əlavə havanı gəlir. Və yaxud da ağciyərin tənəffüs potensialı nə qədərdir? Tənəffüs havası 500, üzərinə gəlinsin əlavə hava 3000. Deməli oldu 3500 kub santimetr. Və yaxud da desək ki, dərindən nəfəs alma zamanı nə qədər hava qəbul olunur? O zaman deyirik ki, dərindən nəfəs alan zamanı tənəffüs havasından əlavə olaraq əlavə havandır. Yəni 3500 qəbul olmuş olur və bizə deyə bilər ki, dərindən nəfəs aldıqda qana nə qədər oksigen keçir? Biz bilirik ki, nəfəs aldıqda, dərindən nəfəs, ümumiyyətlə sakit nəfəs alanda 500% keçirdi. Yəni 500-ün 5% keçirdi. Onda dərindən nəfəs alanda nə qədər keçər? 3500-ün 5%-ni tapmış olarıq. Çünki dərindən bizdən soruşur. Normal soruşsa 500-ün 5% idi. Amma dərindən nəfəs aldıqda soruşduğuna görə 3500-ün 5% və yaxud da dərindən nəfəs aldıqda ağciyərlərə nə qədər oksigen qəbul olunur? Biz bilirik ki, 21% oksigendir, düzdürmü? 500-ün bayaq 21%-ni tapırdıq. İndi isə dərindən nəfəs almanın, yəni ağciyərin tənəffüs potensialının 3500-ün 21%-ni tapırıq və yaxud da xarici olunan havanın nə qədərində oksigen var, 16%-dir. 3500-ün 16%-ni tapmış oluruq. Yəni bu şeylərə diqqət edirik. Bizdən tənəffüs havasının mı tərkibinə aid soruşur, yoxsa dərindən nəfəs alma və yaxud da ağciyərin tənəffüs potensialına əsasən mi deyir? Sonra bundan əlavə biz əlavə havanın həcmi dedik 3000 oldu. Dərindən nəfəs vermə zamanı, baxın, burada dərindən nəfəs alır, normal nəfəs alır, dərindən nəfəs alır, normal nəfəs verir. Daha sonra dərindən nəfəs alırıq, dərindən nəfəs veririk. Dərindən nəfəs vermə zamanı xaric olunan hava ehtiyat havadır. Baxın, buradan bura qədər dərindən nəfəs vermədə olan hava. Dərindən nəfəs vermədə olan ehtiyat havanın miqdarı isə 1000 kub santimetrdir. Deməli, ehtiyat hava 1000 kub santimetrdir. Və bizə desə ki, dərindən nəfəs alıb, dərindən nəfəs verdikdə
Nə qədər hava xaric olunur? Baxın, dərindən nəfəs aldıq, oldu nə? Tənəffüs havası, əlavə hava, düzdürmü? Baxın buradan deyək. Dərindən nəfəs alırıq və nəfəs vermə zamanı isə əlavə olaraq ehtiyat havanı da veririk. Ehtiyat hava da 1000 kub santimetr olmuş olacaq. Deməli 4500 kub santimetr biz hava xaric edirik. Dərindən nəfəs alıb, dərindən nəfəs verdikdə xaric olunan hava 500 normal hava, 3000 deməli əlavə hava və ehtiyat hava o zaman olacaq 1000. Buna biz deyəcəyik ağciyərin həyat tutumu. Ağciyərin həyat tutumu ölçən zaman nə oldu? Deməli, bu hissə tənəffüs havasıdır. Bu hissə dərindən nəfəs alma, bu hissə də dərindən nəfəs vermə zamanı olan ehtiyat havadır. Deməli, bura oldu ehtiyat hava 1000, bura oldu 500, bu hissədə oldu buradan bura 3000. Deməli, cəmi nə qədər oldu? Təbii ki, ağciyərlərin həyat tutumu oldu 4500 kub santimetr. Təbii ki, burada insandan insana da fərqlənir. Və maksimum nəfəs verdikdən sonra nə qədər biz dərindən nəfəs versək belə, ağciyərlərimizdə yenə hava qalır ki, biz buna qalıq hava deyəcəyik. Bu qalıq havanın da miqdarı 1200 kub santimetrdir. O ki, bayaq dedi ya ki, alveollarda nə qədər hava xarici olsa da alveolların içində hava qalır. Bax, bu həmin odur. Qalıq havadır. Və bizdən soruşsa ki, bəs yaxşı, ağciyərlərin ümumi tutumu nə qədərdir? Yəni bütövlükdə nə qədər tutur? Onda həmin o tapdığımız ağciyərin həyat tutumunu, yəni 4500 üzərinə qalıq havanda gəlirik. Bax bu hissəndə gəlir və olur ağciyərlərin həyat tutumu. 4500 üstə gəl 1200. 4500 üzərinə gəlirik 1200. Bu da olacaq 5700 kub santimetr. Ağciyərlərin ümumi həyat tutumu bu qədər olmuş olur. Ə, Məsələn, baxın burada bizə yenə də bax bu şəkildə aydın belə göstərilmişdir. Qalıq havanı göstərib, ehtiyat havanı göstərib, tənəffüs havasını göstərib, əlavə havanı əslində bayaq bunların hamısını yazdıq. Ağciyərlərin həyat tutumu 4500 oldu. Ağciyərlərin tənəffüs potensialı sadəcə deməli bura nə aid oldu? Tənəffüs potensialına əlavə hava və tənəffüs havası bura aid etmiş oluruq və ümumi tutum deyəndə isə qalıq hava hamısı bir yerdə deməli bunu tapmış oluruq. Bundan əlavə olaraq ağciyərlərin hava tutumunu ölçmək üçün xüsusi cihazdan istifadə olunur ki, buna spirometr adlanır bu cihaz və spiroqramın üzərində adətən dərindən nəfəs alandan sonra, dərindən nəfəs verəndən sonra belə deyək ki, spiroqram bu şəkildə görünür, kağız üzərində o çap olunur ki, bizim ağciyərlərimizin həyat tutumunu deməli ölçmək üçün həmin o aparatdan istifadə etmiş oluruq. Aparatın şəkli də burada verilmişdir. Baxın, müxtəlif qurğular göstərilir spirometrin. Müxtəlif qurğulardır və burada da ona aid olan belə deyək ki, göstəricilər görünür buradan və müasir deyək ki, spirometr cihazını burada görmüş oluruq. Məsələn, burada 2 dənə hissədən ibarətdirsə, belə əlavə olaraq havanı üfürmək üçün olan bir hissəsi varsa, burada ümumiyyətlə bir dənə belə adi bir dənə cihazdır. Baxın, bir növ, bir dənədir cihaz. Bu adlanır spirometr. İndi isə gəlin burada olan öyrəndiklərinizi tətbiq edin hissəsini nəzər yetirək. Məktəblinin sakit və qaçan vəziyyətdə çəkilmiş spiroqram qrafiki verilmişdir. Baxın, bu spiroqram qrafikidir. Və buna əsasən biz nə görürük? Görürük ki, ilk olaraq məktəbli sakit halda hərəkət edir. Sakit halda hərəkət edəndə bir dəfə baxın, nəfəs aldı, nəfəs verdi. Nəfəs aldı, nəfəs verdi. Nəfəs aldı, nəfəs verdi. 1, 2, 3 dəfə sakit nəfəs alıb. Daha sonra isə dərindən nəfəs almağa başlayıbdı. 1, 2, 3, 4. Deməli, bu insan cəmi 7 tənəffüs hərəkəti etmişdir. Deməli, qrafik əsasən məktəbli verilən müddətdə nə qədər tənəffüs hərəkət edib? 7. Nə qədər müddətə? 30 saniyə ərzində. Əgər bu insan 30 saniyə ərzində 7 tənəffüs hərəkəti edibsə, onda 1 dəqiqədə nə qədər tənəffüs hərəkəti edər? Yəni 60 saniyədə təbii ki, bu adam 14 tənəffüs hərəkəti etmiş olur. Ümumiyyətlə, uşaqlar, insanın tənəffüs hərəkəti 1 dəqiqədə 12, 10, 12-20 arasında dəyişməlidir. 1 dəqiqə üçün. Təbii ki, bizə məsələlər verəndə burada konkret bizə deyəcək ki, 1 dəqiqədə neçə tənəffüs hərəkəti edir. Əgər 12-dən az və yaxud da ki, 20-dən çox olarsa, bu artıq yəni təhlükəli vəziyyəti bizə deyil.
Bu zaman ağciyərlərin tənəffüs potensialı nə qədərdir? Biz bilirik ki, ağciyərlərin tənəffüs potensialı ölçmək üçün bir ehtiyat hava lazımdır bizə, bir də deməli tənəffüs havası bizə lazımdır. Burada məsələn burada daha aydın bizə görünür. Baxın. Birinci tənəffüs, ikinci, üçüncü tənəffüs və ağciyərlərin tənəffüs potensialını ölçmək üçün tənəffüs havasının üzərinə, bax buradan bura tənəffüs havasıdır, üzərinə biz nəyə gələcəyik? Əlavə havanı gəlmiş olacağıq. Tənəffüs havasının üzərinə əlavə havanı gəlmiş olacaq ki, biz buradan tənəffüs potensialını tapmış olaq. Və buradan baxanda görürük ki, bu insanın əlavə havası 2000-dir. Yəni hər bir kvadrata biz 500 desək, 1, 2, 3, 4, 4 dənə 500 var. Deməli, əlavə havanın potensial, əlavə havanın miqdarı 2000 kub santimetrdir. Tənəffüs havası 500-dür. Ağciyərlərin tənəffüs potensialını tapmaq üçün də demək, bunları biz nə etməliyik? Toplamalıyıq. Topladıqda alırıq 2500. Sonra bizə deyir ki, şagirdlərin ağciyər, şagirdin həmçinin ağciyərinin həyat tutumunu hesabla deyir. Biz bilirik ki, ağciyərin həyat tutumunu necə ölçürdük? Tənəffüs havası, əlavə hava və ehtiyat hava. Bizə bir dənə qaldı ehtiyat hava. Ehtiyat havayı da bura diqqətdən baxanda nə görəcəyik? Görəcəyik ki, baxın, bir dənə tam kvadratda var, bir dənə yarımçıqdır təxminən bax bura qədər. Buradan bura qədər ölçürük. Çünki bu hissə normal tənəffüs havasını gedir. Bax bu hissələr. Bundan aşağı hissə olur ehtiyat hava, bundan yuxarı hissə isə olur əlavə hava. Ehtiyat havada 2 dənə kvadratı əhatə edir. Kvadratdan biraz yarım çıxdı. Ona görə burada bizə 900 kub santimetr vermiş olur. Yəni təxminən 900 olar. Hamısını hesablasaq, yəni tənəffüs havası 500, əlavə hava burada 2000 olubdur, burada da 900. Deməli bu insanın ağciyərlərinin həyat tutumu 3400 kub santimetrdir. Yəni hamının konkret 4500 kub santimetrdir deyə bilmərik. Hər bir insanın bu da fərdi xüsusiyyətlərindən asılıdır təbii ki bu anlayış. Sonra öyrəndiklərinizi yoxlayın hissəsinə gəlin baxaq. Nəfəs alma və nəfəs vermə aktını icra etmək üçün hansı orqanların iştirakı vacibdir? Təbii ki, ağciyərlərimizin hərəkət etməsi üçün diafraqma əzələləri vacibdir, qabıqlararası əzələlər vacib rol oynayır. Alveolların daxili boşluğunun nəmli olmasının əhəmiyyəti nədir? Nəmli olması həm orada mikroblardan qorumuş olur ağciyərlərin daxili boşluğunu, həmçinin də onun həcmini müəyyən bir sabit şəkildə saxlamağa xidmət etmiş olur. Gəlin elm texnologiya hissəsində baxaq. Deməli, akvalant, burada gördüyümüz insan akvalantdır və yaxud da biz buna dalğıc deyə bilərik. Deməli, bunun əvvəlcə akvalant və dalğıc silindirlərinin kəşfi su altında nəfəs almağı mümkün edən və əlçatmaz dərinlikləri kəşf etməyə bizə imkan verən bir mühüm irəliləyiş olubdur ki, bunların kəşf olunması və bu kəşf uzun tarixi bir dövr əhatə eləyir. İlk sınaqları 16-cı əsrə aid olur və həmin dövrdə hazırlanan dalğıc silindirləri və ya da akvalant silindirləri metaldan, ağacdan hazırlanırdı və ilkin dalğıc geyimlərindən, hava təchizat sistemlərindən istifadə etsələr belə, bunlar çox primitiv idilər və qeyri-effektiv idi. Paltarları da, deməli, akvalantın silindiri də və 19-cu əsrin ortalarında Fransalı mühəndis August Denayroz və İngilis ixtiraçı Edward Brown dalğıc silindirlərini təkmilləşdirdilər. Bax, silindirləri daha da təkmilləşdirdilər və amma bu da deməli, tələbi tam ödəmədi. Və 1900 ən sonuncu 1943-cü ildə Gausti və Gagnanın Scuba adlanan müasir dalğıc avadanlığı icad edildi və bu Scuba hava təchizatı və nəfəs alma cihazlarından ibarət olan bir deməli, cihazdır ki, bunun sayəsində dalğıc sindirlərində artıq qaz qarışığı əlavə olunur təbii ki və bu qaz qarışıqları dalğıcların planlaşdırdığı suya dalma növündən asılıdır. Yəni nə qədər çox suyun dərinliyinə gedəcək və yaxud da dayazda olacaq. Buna əsasən onun içini hava ilə doldururlar. Yəni onun içində olan havanın miqdarı da dəyişir və düzgün qaz qarışığının seçilməsi təbii ki, dalğıcın təhlükəsizliyi üçün çox vacibdir. Belə ki, silindirlərə hava təzyiq altında bir neçə yüz dəfə atmosfer təzyiqinə qədər sıxılaraq doldurulur. Həddindən artıq təbii ki, oksigen ağciyərlərə zərər verdiyinə görə dalğıclar
saf oksigendən istifadə etmirlər. Adətən bu silindrlərin doldurulan havanın tərkibində 78% azot var, yenə havadakı kimi 21% oksigen, 1% arqon, karbon, hidrogen kimi qazlar da bunun tərkibinə daxil olunur. Bu qədər uşaqlar, ümid edirəm, keçdiyimiz dərs sizə tam aydın oldu. Sağ olun.